elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Ey elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Saatlarımıza baxırıq və artıq proqramımızda ikinci saatın vaxtıdır əziz dostlar. Radiosunu, Azərbaycan radiosunu elə indicə açanlar, maşında bizə qoşulanlar, hər birinizi bir daha salamlayırıq, bir daha xoş gördük deyirik. Sabahınız xeyir olsun. Azərbaycan radiosunun efirində Gəlsərin proqramının ikinci saatı start götürdü. Bazar ertəsinin o yuxulu ab havası artıq geridə qaldı və səhər şəhər tam sürətlə hərəkətdə, elə biz də tempi azaltmırıq əziz dostlar. O sürətlə, o templə də davam edirik. Önümüzdəki bir saat ərzində sizi yormayacaq, əksinə işinizə stimul verəcək ən yaxşı mahnıları, ən yaxşı xəbərləri səsləndirəcəyik. Bugün mikrofon önündə Günay Tehran qızıdır. Bugün bizim səs rejissorumuz Kamran Nadiroğludur. Görüntü rejissorumuz isə Ramazan Hümbətovdur. Yeri gəlmişkən Azərbaycan Radiosu Plus yazaraq YouTube'dan bizi izləyə bilərsiniz. Gece nedense darıxıram çox. İkimiz olan resme baxıram. Sen axı yuxumdan daha şirinsən. Bir arzu tuturam mən, səmaya çıxıram. Bir payız yarpaqlar tək saralıb həsrətindən qopsaydım. Mən səni tapsaydım, bəxt üzümə gülərdim. Kaş sənə toxuna biləydim, əllərini sıxıb avucuma, gözlərinə baxıb uçuruma, sevə-sevə yıxılardım. Kaş yanına gələ biləydim, sevgimi geyinib əynimə, qoyub ürəyimi çiynine, doya doya yuxulardım. Bir payız yarpaqlar tək saralıb həsrətindən qopsaydım. Mən səni tapsaydım, bəxt üzümə gülərdim. Kaş sənə toxuna biləydim, əllərini sıxıb avucuma, gözlərinə baxıb uçuma, sevə-sevə yıxılardım. Kaş yanına gələ biləydim, sevgimi geyinib əynimə, qoyub ürəyimi çiynine, doya doya yuxulardım. Doya doya yuxulardım. Kaş yanına gələ biləydim, Qoyub ürəyimi çiynine, doya doya yuxulardım. Bugün 8 iyun Dünya Okeanlar günüdür əziz dostlar və bu təqvimin qeyd edilmə tarixi
92-ci ildə Braziliyanın Rio de Janeiro şəhərində keçirilən BMT-nin ətraf mühit və inkişaf konfransında elan olunub. Günün qeyd edilməsində əsas məqsəd bütün diqqətləri bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir. Dünya Okeanlar Günü bir çox Avropa, Cənub-Şərqi Asiya, Latin Amerikası, Avstraliya, Afrika ölkələrində, eyni zamanda Cənubi Asiya və Uzaq Şərqdə bayram kimi qeyd olunur. Hər il bir mövzunu əhatə edir Dünya Okeanlar Günü. Qeyd eləyək ki, hər il okeanlara 8 milyon ton plastik kütlə atılır ki, bu da onun ekosisteminə 8 milyard funt sterling ziyan vurur. Yer kürəsinin 70%-ni okeanlar təşkil edir, bilirsiniz, və planetimizin 361 milyon kvadrat kilometr sahəsi 4 okean arasında bölünüb. Sakit, Atlantik, Hind və Şimal Buzlu okean. Və nəfəs aldığımız oksigenin çoxu okeanlar tərəfindən istehsal olunur. Canlılar qidalarının əksər hissəsini buradan alır, iqlimi tənzimlənir. Yəni bundan əlavə okeanlar turizm, balıqçılıq və iqtisadiyyatın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Təəssüf ki, antropogen təsirlər, qeyri-qanuni balıqçılıq, su hövzələrinin çirkləndirilməsi və iqlim dəyişikliyi dünyanın okean və dənizləri üçün ciddi təhlükələrə səbəb olub. Düşmüşəm ətraf göy orman nə yarardasan. Qəlbim billurdan, eşqim pərvazdan, gəldim uzaqlardan, aparım buradan. Dolanım, başına dolanım, pərvanə kimi, divanə kimi. Dolanım, başına dolanım, pərvanə kimi, divanə kimi. Varmı məndən ayrı ətrafında yar səni düşünən? Olarmı dəbərə, olarmı görsənsiz qalarmı sənlə döyünən? Dolanım, başına dolanım, pərvanə kimi, divanə kimi. 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 Yolda tek değilsen 105 FM'de Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Nə qəşəngsən
güzelsen bir esir sənə dildan Azərbaycan radiosu 100 il. Bülbüllər nəğməsilə, çaylar zümzüməsilə ayrılma məndən, ayrılma məndən. Çiçəklər baxışıyla, bulaqlar göz yaşıyla ayrılma məndən, ayrılma məndən. Keçdiyim hər yolcu baxır arxamca baxır. Geçtiğim her yolcu baxır arxamca baxır. Deyir ayrılma məndən, deyir ayrılma məndən, deyir ayrılma məndən, deyir ayrılma məndən, ayrılma məndən, ayrılma məndən. Meşələr lal məlalıyır, dağlar fikir xəyallıyır. Ayrılma məndən, ayrılma məndən. Ürəyimdə məhəbbət, sanki gözəl təbiət. Ayrılma məndən, ayrılma məndən. Geçtiğim her yolcu baxır arxamca baxar. Geçtiğim her yolcu baxır arxamca baxır. Deyir ayrılma məndən, deyir ayrılma məndən, deyir ayrılma məndən, deyir ayrılma məndən, ayrılma məndən, ayrılma məndən. Həftə içi 5 gün, saat 8-dən 10-a qədər Gəl səhərimi dinləyin. Əgər deyirsə ayrılma məndən, demək ki, ayrılıq vaxtı deyil əziz dostlar. Sevdiklərinizdən, doğmalarınızdan heç vaxt ayrılmayın. Çünki onlar həqiqətən də sizdən ayrılmaq istəmirlər və ayrılmaq istəmədiyimiz, düşünürəm ki, sonadək bağlandığımız tək şey həm də bizim milli mənəvi dəyərlərimizdir, tariximizdir, mədəniyyətimizdir. Elə tarixdən, milli dəyərlərdən söz düşmüşkən, paytaxtımız Bakı daha bir möhtəşəm beynəlxalq idman bayramını, özdə kökləri 1000 illərə dayanan qədim milli oyunumuzun mötəbər turnirinə ev sahibliyi eləyir. Söhbət dünən Binə Atçılıq Mərkəzində start götürən dünyanın müxtəlif qitələrindən gələn güclü komandaların mübarizə aparacağı Cövkən üzrə dünya çempionatından gedir. İstəyirəm ki, bu barədə sizə məlumatı çatdırım. Dünən Binə dediyim kimi Atçılıq Mərkəzində Beynəlxalq Cövkən Federasiyasının təşkilatçılığı ilə ikinci dəfə təşkil olunan Cövkən üzrə dünya çempionatının açılış mərasimi keçirildi və yarışın açılış mərasimində
Azərbaycan Respublikasının Aşçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Cövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər. Mərasimdə çıxış edən Beynəlxalq Cövkən Federasiyasının baş katibi Maciek Michel Olbrich bu idman növünə göstərdiyi davamlı dəstəyə, mədəniyyətlər arası və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə, eyni zamanda Cövkənin vətəni olan Azərbaycanın bu nüfuzlu çempionata ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd olunub ki, ikinci dəfə təşkil olunan çempionat Cövkənin dünyada getdikcə artan ruhunu və insanları qitələr, mədəniyyətlər və dillər boyunca birləşdirən möhkəm dostluq əlaqələrini əks etdirir. Cövkən sadəcə bir oyun deyil, o yaşayan bir ənənədir. Bu ənənə xalqlar arasında əməkdaşlığa, qarşılıqlı anlaşmaya və mədəni mübadiləyə xidmət eləyib və qarşıdakı günlərdə də biz yüksək səviyyəli atçılıq məharətinin, komanda işinin, qətiyyətin və idman ruhunun şahidi olacağıq. Heyran eder herkesi, gör seni
Dalğanı elə indicə 105 FM-ə kökləyənlər hər birinizi salamlayırıq. Sabahınız xeyir olsun deyirik. Gəl səhərimə qulaq asırsınız Azərbaycan Radiosunun efirində və bugün studiyada Günay Tehran qızıdır. Məni bayaqdan bir sual düşündürür və yəqin ki siz özünüz də bu barədə videoları izləyəndə və yaxud da ki həmin ölkəyə səfər eləyəndə buna fikir vermisiniz ki, yaponlar niyə kökəlmirlər? Görəsən bunlar niyə kök deyirlər? Əslində biz Avropada kök adamlar görürük, amma Yaponların kökəldiyini də görmürük heç. Piylənmirlər də onlar. Yaponların incə bədəninin sirri pəhriz deyil, sağlam vərdişlərin birləşməsidir deyirlər. Kiçik porsiyalar, balanslı pəhriz, bol balıq və tərəvəz, gündəlik fiziki fəaliyyət və şirniyyatların orta dərəcədə istehlakı onlara uzun illər yaxşı formada qalmağa kömək eləyir. Və uzun illərdir ki, Yaponiyada dünyada piylənmə nisbətin ən aşağı olduğu ölkələr arasındadır. Mütəxəssislər bunu uşaqlıqdan formalaşmış unikal qidalanma mədəniyyəti ilə əlaqələndirirlər və əksər yaponlar dəbdə olan pəhrizləri təqib eləmirlər və hər kalorini saymırlar. Yəni bunun əvəzinə onlar həyat boyu sağlam çəkini qorumağa kömək edən sadə prinsiplərə riayət eləyirlər. Bir çox yaponların yetkinlik dövründə belə incə qalmasına imkan verən qısa müddətli məhdudiyyətlər deyil, gündəlik vərdişlərdir. Yəni onlar kiçik porsiyalarla yeyirlər və çox yeməkdən çəkinirlər. Yaponların əsas sirlərindən biri yeməkdə mülayimlikdir. Ənənəvi olaraq yemək kiçik boşqablarda və kiçik porsiyalarla verilir. Bu insanlara bədəni artıq kalori ilə yükləmədən müxtəlif yeməklərdən həzz almağa imkan verir. Biz bəzən onlara gülürük ki, kiçik qablarda təqdim eləyirlər yeməklərini, amma bax görürsünüz onların da belə bir məntiqi var. Yəni Yaponiyada digər məşhur prinsip mədə təxminən 80% dolu olduqda yeməyi dayandırmaqdır. Yəni bu vərdiş həddindən artıq yeməkdən qaçınmağa və aclıq hiss etmədən sağlam çəkini qorumağa kömək eləyir. Yapon mətbəxi qərb mətbəxindən xeyli fərqlənir. Pəhrizdə tərəvəzlər, dəniz məhsulları, balıq, dəniz yosunu, soya məhsulları və düyü üstünlük təşkil edir və bu qidalar qida maddələri ilə zəngindir, amma nisbətən az kalorilidir. Arıq qalmağın digər vacib sirri idman zalı deyil, gündəlik fəaliyyətdir. Bir çox yapon müntəzəm olaraq gəzir, ictimai nəqliyyatdan istifadə edir və nadir hallarda qısa məsafələrlə səyahət edirlər. Hətta kiçik, lakin müntəzəm fiziki fəaliyyət belə kalori yandırmağa və yaxşı fiziki formanı qorumağa kömək edir. Buna görə də yaponlar qocalıqda belə tez-tez aktiv qalırlar. Onlar nadir hallarda şirniyyat və şəkərli içkilər qəbul edirlər və bir çox digər ölkələrdən fərqli olaraq Yaponiyada hər gün böyük porsiya desert yemək adi hal deyil. Ənənəvi yapon şirniyyatları adətən daha az kalorili və daha az şirin olur. Bundan əlavə yaponlar tez-tez yaşıl çay, su və şəkərsiz içkilərə üstünlük verirlər. Lazımdır bir dost, bir düşman. Nefes almak için birmişe bir çemen. Ama bana lazımdır sen olasan yanımda. Mənə mütləq lazımdır olasan yaxında. Senle yatıram, senle dururam, sen olanda yanımda.
seninle dururam. Sen olanda yanımda ben oluram. Ben oluram. Ben oluram. Sen olanda yakında ben oluram. Ben oluram. Ben oluram. Sen olanda yakında ben oluram. Ben oluram. Ben oluram. Sen olanda yakında ben oluram. Bakı-Tbilisi dəmir yolu xətti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyət Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib və bildirib ki, Bakı-Tbilisi qatarı hazırda yalnız Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin daşımaları həyata keçirilmir və ADY rəsmisi qeyd edib ki, bu istiqamətdə yayılan xəbərlər düzgün deyil və ictimaiyyətə təqdim edilən məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır. Eyni zamanda ekspert və ya turizm nümayəndələrinin açıqlamalarına əsaslanaraq qeyri-dəqiq informasiyaların paylaşılmaması tövsiyə olunur. O gece bizim gecemizdi. Raks eden bizim sevgimizdi. Gözlerim senin gözlerinde, yüreğim senin ellerinde. Kövrek kuş kimi uçtuk, hayallar kanadında uçtuk. Sevginin bu anında uçtuk. Ayrılık taleyime elini uzattı. Uça uça uçtuk. Gözlerim seni gezdi uçtuk. Hasretin mehi esti uçtuk. Ayrılık dünyamızda kederi oyattı. Uça uça. Uça uça. Uça uça. Uça uça. O gece resme seriydi. En güzel eser o sevgiydi. Kalmışık sevgi dünyasında, gecenin şirin rüyasında. Uçtuk, hayaller kanadında uçtuk. Sevginin bu anında uçtuk. Ayrılık taleyime elini uzattı. Uça uça uçtuk. Gözlerim seni gezdi uçtuk. Hasretin mehi esti uçtuk. Ayrılık dünyamızda kederi oyattı. Uça uça uçtuk. Uçtuk. Uça uça. Uçtuk, hayaller kanadında. Uçtuk, sevginin bu anında. Uça uça uçtuk, hayaller kanadında. Uçtuk, sevginin bu anında. Uçtuk, ayrılık dünyamızda kederi oyattı. Uça uça uçtuk, hayaller kanadında. Uçtuk, sevginin bu anında. Uçtuk, ayrılık taleyime elini uzattı. Uça uça uçtuk. Gözlerim seni gezdi uçtuk.
kədəri oyatdıq. Bundan bir neçə dəqiqə öncə xəbər vermişdik ki, Bakıda Cövkən üzrə dünya çempionatı keçirilir və artıq bizdən yazıb soruşan dinləyicilərimiz var ki, qrup mərhələlərinin oyunları nə vaxt keçiriləcək? Mən istərdim ki, o barədə danışım dinləyicilərimizə. Deməli, dünəndən artıq start götürüb əziz dostlar və 13-nə qədər keçiriləcək bu çempionat. Qrup mərhələsinin oyunları isə iyunun 7-sindən 11-nədək baş tutacaq. Yarım final qarşılaşmalarına iyunun 12-sində start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək. Turnirdə mübarizə aparacaq 10 komanda 2 qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar. Və yeri gəlmişkən deyim, Bakı şəhərində keçirilən Cövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4-2 hesabı ilə qalib gəlib. Beləliklə Azərbaycan millisi Cövkən üzrə 2-ci dünya çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb. Uğurlar arzu edirik və təbrik edirik əlbəttə ki. Bizi yollar səsləyir, bizi yollar gözləyir, qəlbimizdə şirin arzular. Bizi yollar səsləyir, bizi yollar gözləyir, qəlbimizdə şirin arzular. Nəğmələrim hər yanı gəzər, nəğmələrim dünyanı bəzər. Nəğmələr güllərə bənzər, ellərə güllərə ləğək, gözəl zərif nəğmələri. Uzaq yollar boyunca şirin arzu olarıq, elin sözü olarıq, qoy dinlənsin ellər doyunca. Nəğmələrim hər yanı gəzər, nəğmələrim dünyanı bəzər. Nəğmələr güllərə bənzər, ellərə güllərə ləğək, gözəl zərif nəğmələri. Yeni gün başlayır, şehir uyanır, sesler karışır, hayat canlanır. Dalğanı tut, ritmi hisseler, seherin sesi. Bizimle Gel seherim, gel seherim, bizimle gel seherim, gel. Və mən ümid eləyirəm ki, Gəl Sərim bizimlə sizin üçün maraqlıdır, əziz dostlar. Mən Günay Tehranqız və mənim rejissor dostlarımla birgə, yəni onların səsləndirdiyi mahnılarla birlikdə rejissor dostlarımı da təqdim eləyim bizə yeni qoşulan dinləyicilərimiz üçün. Səs rejissorumuz bugün Kamran Nadiroğludur, görüntü rejissorumuz isə Ramazan Himbətovdur. Yeri gəlmişkən bizi YouTube-dan da izləyə bilərsiniz. Bugünkü tarixin linkinə daxil olursunuz YouTube-dan və
Proqramımızı YouTube-dan izləyirsiniz. Bir xəbəri nəzərinizə çatdırım. Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində milli kinomuzla bağlı silsilə təqdimatlar olub. Mədəniyyət Nazirliyindən verilən məlumata görə Aşqabad kinoteatrında Cənnət Yuxusu bədii sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı Nazirliyin sifarişi əsasında 2025-ci ildə istehsal olunub. Ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərovdur. Azərbaycan təsviri sənətində dəzgah rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən filmdə Qədim İrəvan şəhərinin tarixi və mədəni irsi də diqqətə çatdırılır. Burada İrəvan ziyalılarının mədəni mirası və Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. Hər ay fərqli banklara kredit ödəmək səni yorursa, bir bankın əlverişli təklifindən yararlanmağa tələs. Digər banklardakı kreditlərini bizə gətir və bir bank kreditini 6%-ədək endirimlə əldə et. Bir bankla kreditini tək mərkəzdən daha rahat idarə et və üstəlik endirimdən faydalan. Kampaniya iyunun 30-una dək davam edəcək. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Bir sehir, bir möcüzə 105 FM dalğası Məlhəmdir könlümüzə 105 FM dalğası Sən onun eşq ilə, məhəbbət ilə vurmadın
başa ürəyim. Sən onun eşqi ilə, məhəbbəti ilə vurmadın ömrümü başa ürəyim. Sevgi hədəfini nişan alanda dəydimi yoxlarım daşa ürəyim. Sevgi hədəfini nişan alanda dəydimi yoxlarım daşa ürəyim. Sən canı canandan ayrı tutmazdın, odur ki vəfasız değildir adı. Sen canı canandan ayrı tutmazdın, odur ki vefasız değildir adın. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. Sevgi deryasında ruhum bir ada, fırtınam ziyada, bağlam ziyada. Sevgi deryasında ruhum bir ada, fırtınam ziyada, bağlam ziyada. O eller gözeli düşende yada, dəydimi yoxlarım daşa ürəyim. O eller gözeli düşende yada, dəydimi yoxlarım daşa ürəyim. Sən canı canandan ayrı tutmazdın, odur ki vəfasız değildir adı. Sən canı canandan ayrı tutmazdın, odur ki vəfasız değildir adın. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. Değildir adın. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. O seni unuttu, sen unutmadın, yaşa məhəbbətim, yaşa ürəyim. Yaşa məhəbbətim, yaşa ürəyim. Yaşa məhəbbətim, yaşa ürəyim. Ay, ay, ay. Biz isə deyirik ki, yaşasın, hər zaman yaşasın məhəbbətlə dolu olan ürəklər. Həqiqətən də bugün sevgimizi, ürək sözlərimizi, xoş hisslərimizi qarşı tərəfə çatdırmaq üçün uzaq məsafələr artıq maneə deyil. Çünki bir bəhanə ilə hamımızın gün ərzində ən çox daxil olduğu sevdiklərinə salam, necəsən və yaxud da ki, mənim saç darağım sizdə qalmayıb ki kimi mesajların tək bir ünvanı var. O da ki,
WhatsApp-dır və WhatsApp-la bağlı sizə bir xəbəri çatdıracağam. Çünki WhatsApp-la bağlı yeniliklər var. WhatsApp mətin mesajları üçün bir dəfəlik baxış funksiyasının tətbiqi üzərində işləyir. Bir dəfəlik baxış funksiyası göndərilən mesajın yalnız bir dəfə açılmasına imkan verəcək. Bu fotolarda mümkündür, bilirsiniz, amma mesajda mümkün deyildi. Mesaj oxunandan sonra isə avtomatik olaraq yox olacaq. Məlumata görə bu yenilik istifadəçilərə göndərdikləri məlumatların qarşı tərəfin cihazında nə qədər müddət saxlanılmasına daha çox nəzarət imkanı verəcək. Bundan əlavə bir dəfəlik baxış funksiyası media fayllarını qoruyaraq onların yaddaşa köçürülməsinin, yönləndirilməsinin və saxlanılmasının qarşısını almağa kömək eləyəcək. Funksiyanın chat pəncərəsindəki xüsusi düymə vasitəsilə aktivləşdiriləcəyi bildirilir. Hazırda yeniliyin tətbiq üzərində sınaqdan keçirildiyi qeyd olunur və WhatsApp-da bir dəfəlik baxış funksiyası yalnız foto şəkillər, videolar və səsli mesajlar üçün mövcuddur. Bayaq da qeyd eləmişdim. Məlumata görə eyni funksiyanın mətn mesajlarına da tətbiq edilməsi üzərində iş aparılır. Yenilik hələlik hazırlanma mərhələsindədir və gələcəkdə Android əməliyyat sistemi üçün nəzərdə tutulan yeniləmələrdən birində istifadəyə verilə bilər. Belə. Və elə bu xəbərlə də proqramımızı yekunlaşdırırıq əziz dostlar. Bizdən bugünlük bu qədər. Bugün mən idim. Sizinlə həm söhbət olan ötən 2 saat ərzində Günay Tehran qızı və bugün bizim səs rejissorumuz Kamran Nadiroğlu idi. Görüntü rejissorumuz isə Ramazan Hümbətov idi. Hər səhəriniz xeyirli xəbərlərlə açılsın.